Lobya yarpağından turş məzə dolma hazırlayırıq. Bu il həyətimdə lobya əkmişəm. Hardasa 8 kök. Çiçəyə də düşüb, təzə düşüb çiçəyə. İndi onun yarpaqlarından yığacağam. Gözəl bir dolma hazırlayacağam. Əvvəlcə içliyini hazırlayırıq. Mal ətinin qıymasıdır. Üzərinə sarı kök, duz əlavə eləmişəm. Soğanı da xırda-xırda doğrayıb, biraz da su əlavə eləyib ətini hazırlayırıq. Biraz da göyərti vururuq. Zövqə görə istədiyiniz göyərtini vura bilərsiniz. Daha sonra lobya yarpaqlarını qaynar suya salıb ki, çıxarırıq. Çünki həddindən artıq yumşaq yarpaqlardır. Çox əzilməsin. Sudan çıxaran kimi də təzədən soyuq suya salırıq. Bir-bir yarpaqlarını hazırlayıram, ayırıb qoyuram ki, bükmək bizim üçün rahat olsun. Lobya yarpaqlarını hazırladığım içlikdən qoyub qələm formasında bükürəm. Bükülməsi də çox asandır. Yarpaqlar həqiqətən çox yumşaqdır. Dolmasının dadı da çox gözəl turş məzə olur. Mən turş məzə dolmanı çox sevirəm. Bax bu qayda ilə bütün dolmaları büküb qazana sıx şəkildə yığıram. Üzərinə də bir qədər soyuq su əlavə edib orta odun üzərində bişirirəm. Dolma artıq hazırdır, servis eləyə bilərik. Çox ləzzətli bir dolma alındı. Üzərinə də sarımsaqlı qatıq əlavə elədikdə dadı daha möhtəşəm olur. Əgər video sizin üçün yararlı oldusa, səhifəni izləyib bəyənməyi unutmayın.